Bir daha salam hər kəsə. Bu gün isə Nadir xan Əfşar haqqında danışacağıq və ondan sonra yaradan elə Əfşarlar dövlətinin qurucusu Nadir Şahın hakimiyyət illəri ilə tanış olacağıq. Bir öncəki dərsdə mən 2-ci Şah Təhmasibin hakimiyyət illərində baş verən hadisələri sadaladıq bir-bir və həmçinin də qeyd etdik ki, 2-ci Təhmasibin hakimiyyət illərində biz həmçinin orduya rəhbərlik edən Nadir xanla da tanış olmuşduq əyan olaraq. İndi isə Nadir xanın hakimiyyətə gəlməsindən ta Əfşarlar dövləti yaranana qədər və daha sonra Əfşarlar dövlətinin dövründə də nələr baş verib, bax onlar haqqında məlumat verəcəm. Nadir xan haqqında danışarkən ilk növbədə nəzərə almaq lazımdır ki, o hansı müddətdə o hakimiyyəti ələ alıb və onun hakimiyyət dövrü, xanlıq dövrü hansı dövrlərə əhatə edir və şahlıq dövrü. Testlərdə də bu cür ayrımçılıq olur. Nadir xan 1726-1735-ci illərdə Səfəvi dövlətinə başçılıq etmişdi, lakin belə deyək, o Səfəvi nəslindən olan şahların adından idarə edirdi. Əsas şahın adı onlar gedirdi. Nadir xan isə idarə etmədə önəmli şəxsiyyətlərdən biri idi. Nadir xanın xanlıq dövrü özü də xanlıq dövrü, ümumiyyətlə Nadir xanın deyək, Nadirin hakimiyyət illərini 3 qrupa bölmək olar. 1726-cı ildən 1732-ci ilə qədər ordu başçısı olmuşdu Səfəvilər dövlətində. 1732-ci ildə Şah Təhmasibi avqust ayında taxtdan salır, onun oğlu 3-cü Şah Abbası Şah adı ilə taxta çıxarır və onun adından az yaşlı idi 3-cü Şah Abbas. 1732 avqust ayından etibarən ta ki 1735-ci ilə qədər Səfəvilər dövlətində naib və vəkil dövrü başlayır Nadir xanın. Bu nə deməkdir? Bəzən bu köhnə kitablarda naib-i səltənət dövrü də gedirdi. Testlərdə də bu cür düşürdü. Amma indi güman ki, təzə kitablarda ancaq naib və naiblik vəzifəsi önəmli, belə deyək, irəli çəkilir. Eləcə də yadda saxlamaq yaxşıdır. Xüsusən də bu abituriyentlər üçün deyil, miqlər üçün bu bölgü çox önəm daşıyır. Və üçüncü nəhayət dövr isə 1736-cı ildə şahlıq taxtına əyləşdikdə və Əfşarlar dövlətinin qurulmasından ta ki süqutuna 1747-ci ilə qədər olan şahlıq dövrü adlanır. Bunları niyə deyirəm? Çünki testlərdə bəzən dövrlər arası nələr baş verib onu soruşur. Misal üçün 1726-32-ci illə 2-ci Təhmasibin fəaliyyəti, hadisələri soruşa bilər. Ordu başçısı olduğu dövrdə nələr baş verib, naiblik vaxtında nələr baş verib, onları bilmək miqlər üçün xüsusən vacibdir. Belə. Daha sonra fikir verək Nadir xanın mübarizə apardığı dövlətlər. Hakimiyyətə gələrkən bilirik ki, 2-ci Təhmasib Osmanlı dövləti ilə Kirmanşah sülh müqaviləsi imzalamışdı. Hakimiyyətə deməyək 1726-cı ildən Nadir xan ordu başçısı seçilmişdi və bir sıra əraziləri Osmanlılardan azad etmişdi. Misal üçün Həmədanı, Kirmanşahı Osmanlılardan azad etmişdi. Lakin Xorasana üsyanla əlaqəli gedir ora və bu üsyan, bu Nadirin ölkədə olmamasından istifadə edərək 2-ci Təhmasib həmin əraziləri itirmişdi. Yəni Osmanlı dövləti hücum edib həmin əraziləri ələ keçirmişdi. Məcbur da qalıb Kirmanşah sülh müqaviləsi imzalamışdı. İndi təbii ki, birinci növbədə onun qabağında Əfqanlarla mübarizə dayanırdı. Rusiya ilə mübarizə, bir də Osmanlı ilə mübarizə. Niyə Əfqanlarla? Əfqanlar da demişdi ki, Şah Sultan Hüseynin dövründə 1709-da Qəndaharı, 1722-ci ildə isə İsfahanı tutmuşdular. İlk sırada Əfqanlarla mübarizə dururdu. Nə etdi? Bəli, 1726-28-ci illər ərzində Əfqanları bütünlüklə Azərbaycandan qovmağı bacardı. Rusiya ilə Osmanlı ilə mübarizəsi isə biraz illər keçdi və burada da qeyd etmişəm, görürsüz, Əfqanlardan Heratı aldı. Heratı almasını oxşadırıq biz bunu Qaraqoyunlu Cahanşahla oxşar siyasətdir. Qaraqoyunlu Cahanşah da Heratı almışdı. Eyni zamanda Ağ Hunlar da 484-cü ildə Sasanilərdən Heratı almışdı. Bax, bu qeydləri mən danışarkən alsanız, sizə bu çox kömək olacaq testlərdə, imtahanlarda. Daha sonra Osmanlılardan azad etdi. İlk öncə azad etmişdi demişdik Həmədan, Kirmanşah 1730-da. 31-ci ildə 1731-də 2-ci Təhmasib həmin əraziləri bir daha itirmişdi. Lakin Kirmanşah müqaviləsində həmin ərazi yenidən Səfəvilərə qaytarılmışdı.
Daha sonra Osmanlı ilə bağladığı müqavilələrə diqqət edək, bir də Rusiya ilə müqavilələrə. Nadir xan hakimiyyətə gələrkən hər iki dövlətlə mübarizə aparırdı və eyni zamanda hər iki dövlətlə də sülh müqaviləsi ilə bitirdi bu mübarizələrin sonu. Belə ki 1733-cü ildə Bağdad sülhünü imzalayır. Bağdad sülhünü imzalayır, lakin bu sülhü Osmanlı padşahı yəni qəbul etmir. 1733 Bağdad sülhünün şərtinə görə Osmanlı dövləti son 10 ildə işğal etdiyi Səfəvi torpaqlarını geri qaytarmalı idi. 10 il deyərkən 1723-cü ilə dönürük. Peterburq və İstanbul müqavilələrinə nəzər yetirsək, Peterburqda Osmanlı Rusiya ilə müqavilə bağlayıb Cənubi Qafqazı aralarında bölmüşdülər. Ondan sonra 1724-cü ildə Şamaxını, sonra bir sıra ərazilərimizi Xoy, Mərənd və s. əraziləri ələ keçirmişdi. 25-ci ildə 1725-də Təbrizi ələ keçirmişdi. Gəncəni, İstanbul sülh müqaviləsində nəzərdə tutulmayan Ərdəbili, sonra 27-ci ildə yenidən Nabur sülh müqaviləsi bağlayıb bu sərhədləri müəyyənləşdirmişdilər Rusiya ilə aralarında. Və həmin illərdə işğal olunmuş torpaqların geri qaytarılmasını tələb edir Nadir Şah, lakin bu tələb yerinə yetirilmir. 1732-ci ildə yenidən bax bu Kirmanşah sülhünü az öncə qeyd etdim. Bunu Təhmasib imzalayıb, amma Nadir xan ölkəyə döndükdən sonra bu Kirmanşah sülh müqaviləsini tanımıb. Kirmanşahdan danışmışıq. Bu müqavilənin şərtinə görə Arazdan cənubdakı ərazilər Səfəvilərdə idi, şimaldakı ərazilər isə Osmanlıya verilmişdi. Nadir xan da bu müqaviləni təsdiq etməmişdi. Təsdiq etməmişdi, bax qeyd edirəm yenə daha doğrusu ikinci Təhmasib özü Peterburq sülh müqaviləsini təsdiq etməyib. Nadir xan özü Kirmanşah sülhünü təsdiq etməyib. Nadir xanın bağladığı Bağdad sülhünü isə Osmanlı sultanı qəbul etməyib. Bu qeydləri də götürün. Xüsusən də miqlər. Elə abituriyentlər də götürsə onlar üçün də testlərdə çətinlik olmaz. Rusiya ilə müqavilələrinə diqqət edək. Rusiya ilə. Kirmanşah sülh müqaviləsini imzalayarkən bir tərəfdən də həmin ildə Nadir xan dönür ölkəyə və Rusiya ilə münasibətləri yoluna qoymağa çalışır. Rəşt müqaviləsini imzalayır. Rusiya rəştdir, belə yadda saxlayın. Kürdən cənubdakı Xəzəryanı əraziləri Rusiya Səfəvilərə güzəşt edir, qaytarır və aralarında əbədi dostluq deyilən bir belə deyək də müqavilə imzalanır ki, bütün bu hakimiyyət illərində bir-birinə qarşı sadiq olacaqlar və gömrüksüz ticarət hüququ alır ruslar da, eyni zamanda Səfəvi tacirlər də Rusiya ərazisində qarşılıqlı. Və bu gömrüksüz ticarət hüququnun verilməsində bir öncəki dərsdə geniş izah etmişəm. 1732-ci ildə 32 yazılıb, çox üzürlü sayım burada 35-ci il olmalı idi. Burada yanlışlığa yol verilib 35-ci il, amma düzəltmək mümkün deyil indi burada. 35-ci ildə Gəncə müqaviləsi imzalanır. Bu Gəncə müqaviləsi ilə Rus qoşunları Xəzəryanı bölgələri tamamilə tərk etdi. Rus tacirlərinə yenə də gömrüksüz ticarət hüququ verildi. Deməli, Rəşt müqaviləsi, Gəncə müqaviləsi. Hər ikisi Səfəvi və Rusiya dövləti arasında imzalanıb, hər ikisində gömrüksüz ticarət hüququna görə bilirik hər iki müqavilədə. Daha sonra qeyd olaraq belə bir qeydlər götürə bilərsiniz. Əfqanlar ölkəni bax deyirik tamamilə tərk etdi. 1726 götürün. Yəni Nadir xanın ordu başçısı seçilməsindən sonra. Ruslar Xəzəryanı torpaqları tamamilə tərk etdi. 1735 Gəncə sülhü. Osmanlılar Cənubi Qafqazdan çıxarıldı. 1735 3 kilsə döyüşü. Bu yəni Gəncə sülhündən sonra olub. Hər ikisi eyni ildə olsa da ardıcıllığı bilmək vacibdir. Rus ordularının Azərbaycanı tərk etməsi oxşardı eyni hadisə 1735-ci ildən 1992-ci il sentyabrın sonu da Rusiyanın sonuncu qoşunları Azərbaycanı tərk etmişdi. Bunlar bu xüsusi qeydlər, miqlər daha çox belə deyim qeyd aparsınlar, abituriyentlər də götürə bilər. Nadir Şah Əfşar. Artıq Əfşarlar dövlətinin qurulmasını başlayaq. Ümumiyyətcə Nadir xan hakimiyyət dövründən danışarkən belə görünür, Osmanlılar da ölkəni tərk etdi, Ruslar da ölkəni tərk etdi, Əfqanlar da ölkəni tərk etdi və hər biri ilə Rusiya Osmanlı dövləti ilə bağlanmış sülh müqavilələrində izahını verdim.
Nadir Şah Əfşar 1736-cı ildə Muğanda qurultay keçirir və şahlıq taxtına əyləşir. Lakin bu şahlıq taxtına əyləşdikdə ona qarşı çıxan bir tayfalar olur ki, hansı ki Qarabağın 32-lər, Kəbirli, 24-lər, sonra demək Cavanşir tayfası, Ziyadoğullar. Bunlar Nadir Şahın şah seçilməsinə qarşı çıxırlar. Niyə? Çünki deyirlər ki, hakimiyyətə şah nəslindən, yəni Səfəvi nəslindən olan nümayəndələr gəlməlidir. Nadir Şah isə hələ belə deyək, deməli Nadir Şah Əfşar isə Əfşarlar sülaləsindən olduğu üçün qəbul etmirdilər və Nadir də bunlara qarşı belə deyək də qayıtsız qalmır, türklər demiş, onları cəzalandırır. Nə edir? Qarabağ bəylərbəyliyinin bəylərbəyliyinə tabe olan məlikliklərə azadlıq verir. Daha sonra Qarabağ bəylərbəyliyinin ərazisində yerləşən deməli daha doğrusu Qarabağ bəylərbəyliyinin ərazisində yerləşən tayfaları Xorasana sürgün elətdirir və onun tərkibində olan Qazax, Borçalı, Şəmşəddil ərazilərini isə özündən deyil də hələ ki neçənci ildən deyək 18-ci əsrdən bəri Azərbaycandan asılı olan Gürcü çarlığının himayəsinə verir. Yəni bu Nadirin şahlığı dövründə etdiyi birinci və ən sonuncu ən böyük səhvi idi ki, elə bu da onu sonrakı tarixi hadisələrdə öz belə deyək mənfi nəticəsini gördük bunların. 1736-cı ildə beləliklə Muğan qurultayı çağırır və özünü şah elan edir. Ona qarşı çıxanları cəzalandırır. Amma dövləti möhkəmləndirmək üçün də bir sıra tədbirlər görür. Dövləti gəldikdən sonra, hakimiyyətə gəldikdən sonra vəqf torpaqlarını müsadirə edir, ruhanilərin var dövlətini ələ keçirir, yəni dövlətin xeyrinə ələ keçirmişdi. Lakin zaman keçdikcə belə deyim, müharibələr, ərazilərin genişləndirilməsi və s. xalqın vergilər, xalqın narazılığına səbəb olacaq. Nadirə qarşı ilk üsyan baş verir 1734-cü ildə Çar Balakən üsyanı. Bilirik ki, Səfəvlərə qarşı da ilk üsyan 1707-1711-ci illərdə Çar Balakəndə olmuşdu. Daha sonra Nadir 1737-ci ildə Çar Balakən üsyanı nə olacaq? 1734-cü ildə baş verir. Daha sonra Çar Balakən üsyanını geri dönür Nadir, yatırdır. 1734-cü ildə də Şamaxı əhalisinə belə Osmanlılara yardım etdiyi üçün cəzalandırır onları, Şamaxı əhalisini. 1737-ci ildə Hindistana yürüş edir, Mərkəzi Asiya. Mərkəzi Asiyaya hücumlar etmiş şahları misal gətirsək, Əkbər şahı misal göstərə bilərik Moğollarda. Daha sonra Qəznəvi dövlətində Mahmud Qəznəvi Hindistana 17 dəfə yürüşlərini görürük onun 1017-ci illərdə. Daha sonra Hindistana kimlər yürüş edib? Hunlar Mihiraqulu xanın dövründə Hindistana yürüşlərini görürük. Biraz da önə geçsək, Makedoniyalı İskəndərin Hindistana yürüşü var və s. 1743-47-ci illərdə deməli Əfşarlar dövlətində Sam Mirzələr üsyanı başlayır. Nadir Şah belə deyək, iki ölkədən kənardaydı, başı qarışmışdı. Başqa bir dövlətlərlə müharibəyə istər Osmanlı olsun, istər Afqanlar olsun, onlarla müharibəyə başı qarışdığına görə ölkədə birinci Sam Mirzələr üsyanı baş verir müxtəlif tərəflərdə. Birinci Sam Mirzə üsyanı 1743-cü ildə olur. Üsyana rəhbərlik eləyir birinci Sam Mirzə, o belə iddia edir ki, Şah II Təhmasibin oğludur ya qohumudur və s. Sanki Səfəvilər dövlətinin o belə deyək də nüfuzundan, şahlarının nüfuzundan istifadə edərək xalq axı deyirdi, Səfəvilər nəslindən olan nümayəndə olsun. Bunlardan istifadə edərək özlərini Səfəvilər nəslinin davamçısı kimi göstərməyə çalışırlar. 1743-də deməli birinci Sam Mirzə üsyanı, 43-44-də yenə ikinci Sam Mirzə üsyanı olur və nəhayət 1747-də üçüncü Sam Mirzə üsyanı var. Hər biri yatırılır. Birinci Sam Mirzə üsyanı yatırılır. İkinci Sam Mirzə özünü
yenə də Şirvanda elan etmişdi şah. 3-cü San Mirzə Təbrizdə özünü şah elan etmişdi və s. Bax bu San Mirzələr haqqında kitabdan daha geniş oxusanız daha yaxşı olar. Çünki burada o haqqda danışmaq daha çox vaxt aparacaq və qeydlərinizi də kitabdan oxuyaraq alsanız daha yaxşı olar. Çünki yenə deyirəm, o bölmə xüsusən hər biri haqqında, hər vergülünə, nöqtəsinə qədər məlumat vermək burada uzunçuluq çıxar. 1743-cü ildə eyni zamanda Hacı Çələbinin üsyanı da baş verir. Hacı Çələbi Şəki xanı idi. Şəki xanı üsyan eləyir və bu üsyanda nəticəsində Gələsən Görəsən qalasına çəkilir Hacı Çələbi. Onlar arasında bir döyüş olur. Lakin vəziyyətin belə deyək də o qədər də yaxşı olmamasına görə Nadir Şah Hacı Çələbini vəkil vəzifəsində saxlamaq şərti ilə bağışlayır. 1747-ci ildə isə Nadir Şah sui-qəsd nəticəsində öldürülür. Onun ümumiyyətcə niyyəti nə idi? Azərbaycanı, yəni Səfəviləri yenidən vahid dövlət aralığında birləşdirmək, bütün dövləti yenidən bir belə deyək də bütöv tutmaq. Lakin Nadir Şahın sui-qəsdi bu planı yarımçıq qoyacaq, növbəti isə Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə yarımçıq qalır. Başlayır bundan sonra xanlıqlar dövlü, müxtəlif xanlıqlara bölünür ərazilər. Belə baxaq növbəti qeydlərə. Nadir Şahla Əlaəddin Hilcinin dövrünə nəzər yetirək. Əlaəddin Hilci Xələcilər sülaləsindən olan Dehli sultanı idi. Məmurlara maaşı hər ikisi pul şəklində verməyə başlamışdı. Bəli, Nadir Şah hakimiyyətə gələrkən müxtəlif islahatlar keçirmişdi. Məmurlara maaşı torpaq bəxşi deyil, pul şəklində verməyə başladı. Nadir Şahla Atatürkün də bir oxşar tərəfi var ki, hər ikisi ruhanilərin var dövlətini dövlətin xeyrinə müsadirə etmişdilər. Nadir Şahla 1-ci Şah Abbasın oxşarlığı. Osmanlı ilə mübarizə aparıb hər ikisi. Azərbaycan bəylərbəyliyi yaradıb. Bəli, 1593-cü ildə 1-ci Şah Abbas mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliyi yaratmışdı. Nadir Şah da hakimiyyətə gələrkən mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyliyi yaradıb. Belə ki, Osmanlı ilə hər ikisi dostluq deməyək, sülh sazişi imzalayıblar hər ikisi. Yəni Nadir xanın dövründə də Osmanlı ilə müharibələr var. Nadir belə deyim, şahlıq dövründə də Osmanlı ilə müharibələr davam edir. Yəni bunu hər ikisinə də götürmək olar. Hərbi islahat keçirib hər ikisi, inzibati islahatları var hər ikisinin. Mərkəzi Asiyanı tutması var. Mərkəzi Asiyada bəli, həm 1-ci Şah Abbas mübarizə aparıb, həm Nadir Şah mübarizə aparıb. Mərkəzi Asiya deyərkən mən istəyirəm bir xəritəyə burada diqqət yetirək. Mən sizə göstərim həmin ərazi hansı yerdir. Bircə dəqiqə. Bircə dəqiqə. Yanlış açıldı deyəm. Bəli, xəritəyə baxaq. Xəritədən də göründüyü kimi, bax bu ərazi Nadir Şah Əfşarın imperiyasının xəritəsini görürsünüz. Xəzər dənizi əsasən xəritələrə baxanda dəniz hövzələri ilə müxtəlif əraziləri müəyyən etmək asan olur. Xəzər dənizinin, baxın, bu şərq hissələri Azərbaycan, Gürcüstan, Rusiya. Bu ərazilər Xivə xanlığıdır. Yenə Rusiyanın ərazisindən düşür. İndiki Buxara əmirliyi, baxın, bax Buxaradır, Xorasandır. Bax bu hissələr isə Mərkəzi Asiya sayılır. Baxın Xorasan. Bax bu ərazi xüsusən Mərkəzi Asiya sayılır. Burada Fars körfəzi var, İran körfəzi, Ərəbistan dənizi. Bax belə, yəni bu su hövzələrinə baxanda Osmanlı imperiyası da bax buradadır. Yəni Əfşarlar dövləti, bax bu Osmanlı imperiyası ilə Rusiya ilə Əfşarlar dövləti deməyək, Nadir xan Əfşar desək daha doğru olar. Rusiya dövləti ilə mübarizə aparıb. Amma Nadir şahlıq dönəmində müxtəlif Avropa dövlətləri ilə diplomatik əlaqələr saxlayıb. İngiltərə ilə, Hollandiya ilə bu həmçinin bizə oxşadır 2-ci Şah Abbasın hakimiyyət dövrünü.
ki, o da Avropa dövlətlərindən İngiltərə, Hollandiya ilə əlaqələr saxlamışdı. Bax, bunu da qeyd olaraq götürə bilərsiniz. Hələlik Əfşarlar dövləti haqqında bu qədər. Bir dəfə də kitabdan oxuyaraq, lap xırda məqamları qədər, belə deyim, yaddan çıxmış məqamlar da ola bilər. Onlara da baxsaz, mənə elə gəlir ki, sizin üçün hər bir şey, yəni testdə asan olacaq. Sağ olun, sağlıqla qalın.